Salamlar, vaxtınız xeyir olsun. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi mart ayının 10-undan 17-sinə qədər olan müddət ərzində Şimal qütbündəki qütb vorteksinin əvvəlki illərin çoxillik göstəricilərindən fərqli olaraq vaxtından əvvəl güclü və ani şəkildə zəifləməsi, yəni qütb siklonlarının xeyli zəifləməsi və qütb vorteksinin dağılması nəticəsində Şimal qütbündəki toplanmış soyuq hava kütlələrinin 70%-nin Kanada ərazisində və Amerika ərazisində mart ayının 10-undan 17-sinə qədər olan müddət ərzində bir neçə soyuq dalğa ilə Kanada ərazisində və Amerika ərazisində daxil olması gözlənilir. Lakin prosesin əks bir təsirləri nəticəsində, yəni Kanada və Şimali Amerika ərazisi soyumağa başlasa da, Avropa və Asiya arasında isə xüsusən də Avrasiya arasında, Qara dəniz ölkələrində, Aralıq dənizi ölkələrində, Kiçik Asiya arasında, Qafqaz regionunda və Xəzər hövzəsi ölkələrində isə havanın temperaturunun xeyli yüksəlməsi gözlənilir. Xüsusən də çoxillik göstəricilərdən havanın temperaturunun 16-20 dərəcə, hətta Şimali Qafqazda isə 22-26 dərəcə yüksəlməsi gözlənilir. Bu da mart ayı üçün xarakterik olmayan anormal bir istiləşmə deməkdir. Proses nəticəsində, yəni bu prosesin sonrakı inkişafı nəticəsində mülayim və isti hava dalğasından sonra isə hava şəraitinin kəskin soyuması gözlənilir. Bu da öz növbəsində isti və soyuq cəbhələrinin bir-birlərindən təsirləri nəticəsində qasırğalara səbəb olacaq, konvektiv aktivliyin artması nəticəsində leysan və ildırım dolu proseslərinin kəskin artmasına səbəb olacaq. Eyni zamanda prosesin yəni sonrakı inkişafının nəticəsində mart ayının 17-sindən sonra isə havanın kəskin soyuması öz növbəsində yenidən sulu qar və qarın yağmasına səbəb olacaq ki, nəticədə bu da bir sıra hava ilə əlaqəli olan bir sıra sahələrə mənfi təsir edəcək. Yəni bu risk var, bu risk nəzərə alınmalıdır. Havanın maksimal temperaturu mart ayının 10-undan 17-sinə qədər olan müddət ərzində Azərbaycanın mərkəzi aran rayonlarında 22-26 dərəcəyə qədər, ayrı-ayrı ərazilərdə isə 28 dərəcəyə qədər yüksəlməsi ehtimalı var. Bu da mart ayı üçün rekord göstərici hesab oluna bilər. Düzdür, əvvəlki illərdə, 2000-ci illərdə də buna bənzər bir istiləşmə müşahidə edilib, lakin bu dəfəki isti hava dalğasının 6-7 gün, hətta 10 günə qədər davam etməsi gözlənilir ki, bu da mart ayı üçün, mart ayının çoxillik göstəricilərindən xeyli bir anormal bir istiləşmə deməkdir. Bu prosesdə səbəb orta troposferdə, yəni Kiçik Asiya arasında, Qara dəniz ölkələrində, Aralıq dənizi ölkələrində, Xəzər hövzəsi ölkələrində, eyni zamanda Qafqaz regionundakı hava sahəsində orta troposferdə güclü antisiklonik, isti antisiklonik bloklanma gözlənilir. Nəticədə Afrikanın şimalından davamlı olaraq isti hava kütlələrinin Kiçik Asiya arasından Qafqaz regionuna daşınması gözlənilir. Nəticədə orta troposferdəki antisiklonik bloklanma, isti antisiklonik bloklanma nəticəsində Qafqaz regionunda mart ayının 10-undan başlayaraq 17-sinə qədər olan müddət ərzində ilkin ehtimallara əsasən havanın temperaturunun günü-gündən yüksəlməsi gözlənilir. Bu xüsusilə də Böyük Qafqaz rayonlarında və Kiçik Qafqaz rayonlarının dağlıq ərazilərindəki qar ehtiyatının vaxtından əvvəl və sürətli şəkildə əriməsinə səbəb olacaq. Prosesin sonrakı inkişafı nəticəsində isə gözlənilən güclü leysan yağışları nəticəsində yağış sularının əriyən qar sularına qarışması gözlənilir. Bu da çaylarda böyük sel və daşqın hadisələrinə səbəb ola bilər. Yəni qarın sürətlə əriməsi böyük bir təhlükəyə səbəb ola bilər. Xüsusən də Gürcüstan ərazisində bu illəri toplanmış qarın, dağlarda toplanmış qar əvvəlkilərin müqayisədə xeyli çoxdur və bu qarın da qısa müddətə, yəni 6-10 gün ərzində, qısa müddət ərzində əriməsi nəticəsində Kürd çayında suyun səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Mart ayının 10-undan 17-sinə qədər olan müddət ərzində Şərqi Avropa ərazisində, Kiçik Asiya ərazisində, Qara dəniz ölkələrində, Aralıq dənizi ölkələrinin şərqində, Cənubi Qafqaz ərazisində, Xəzər hövzəsi ölkələrində havanın temperaturunun mart ayının çoxillik iqlim göstəriciləri ilə müqayisədə 16-20 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Havanın temperaturunun xeyli yüksəlməsi nəticəsində Böyük Qafqaz rayonlarındakı dağlıq ərazilərdəki qarın vaxtından əvvəl əriməsi gözlənilir. Nəticədə xüsusən də Böyük Qafqaz rayonları arasının Gürcüstan ərazisindəki qarın vaxtından əvvəl əriməsi nəticəsində Kürd çayının yuxarı axırında, Kürd çayının aşağı axırında və prosesin sonrakı inkişafı nəticəsində isə Araz çayında da xeyli cürsulluq gözlənilir. Eyni zamanda Böyük Qafqaz rayonları arasından axan əksər çaylarda, Kiçik Qafqaz rayonları arasından axan çaylarda, Gəncə Qazax arasından axan çaylarda, Naxçıvan arasından axan çaylarda və Cəllabad, Yardılı, Lerik, Astara arasından axan dağ çaylarında da cürsulluq gözlənilir. Afrikanın şimalından davamlı olaraq isti hava kütlələrinin Kiçik Asiya arasından Qafqaz regionuna daşınması gözlənilir. Nəticədə orta troposferdəki antisiklonik bloklanma, isti antisiklonik
bloklanma nəticəsində Qafqaz regionunda mart ayının 10-undan başlayaraq 17-sinə qədər olan müddət ərzində ilkin ehtimallara əsasən havanın temperaturunun günü-gündən yüksəlməsi gözlənir. Bu xüsusilə də Böyük Qafqaz rayonlarında və Kiçik Qafqaz rayonlarının dağlıq ərazilərindəki qar ehtiyatının vaxtından əvvəl və sürətli şəkildə əriməsinə səbəb olacaq. Prosesın sonrakı inkişafı nəticəsində isə gözlənilən güclü leysan yağışları nəticəsində yağış sularının əriyən qar sularına qarışması gözlənilir. Bu da çaylarda böyük sel və daşqın hadisələrinə səbəb ola bilər. Yəni qarın sürətlə əriməsi böyük bir təhlükəyə səbəb ola bilər. Xüsusən də Gürcüstan ərazisində bu illəri toplanmış qarın, dağlarda toplanmış qar əvvəlkilərin müqayisədə xeyli çoxdur və bu qarın da qısa müddətə, yəni 6-10 gün ərzində, qısa müddət ərzində əriməsi nəticəsində Kür çayında suyun səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Mart ayının 10-undan 17-sinə qədər olan müddət ərzində Şərqi Avropa ərazisində, Kiçik Asiya ərazisində, Qara dəniz ölkələrində, Aralıq dəniz ölkələrinin şərqində, Cənubi Qafqaz ərazisində, Xəzər Hövzəsi ölkələrində havanın temperaturunun mart ayının çox illik iqlim göstəriciləri ilə müqayisədə 16-20 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Havanın maksimal temperaturu mart ayının 10-undan 17-sinə qədər olan müddət ərzində Azərbaycanın mərkəzi aran rayonlarında 22-26 dərəcəyə qədər, ayrı ərazilərdə isə 28 dərəcəyə qədər yüksəlməsi ehtimalı var. Bu da mart ayı üçün rekord göstərici hesab oluna bilər. Düzdür, əvvəlki illərdə, 2000-ci illərdə də buna bənzər bir istiləşmə müşahidə edilib, lakin bu dəfəki istifa dalğasının 6-7 gün, hətta 10 günə qədər davam etməsi gözlənilir ki, bu da mart ayı üçün, mart ayının çoxillik göstəricilərindən xeyli bir anormal bir istiləşmə deməkdir. Bu prosesə səbəb orta troposferdə, yəni Kiçik Asiya ərazisində, Qara dəniz ölkələrində, Aralıq dəniz ölkələrində, Xəzər Hövzəsi ölkələrində, eyni zamanda Qafqaz regionundakı hava sahəsində orta troposferdə güclü antisiklonik, isti antisiklonik bloklanma gözlənilir. Nəticədə Afrikanın şimalından davamlı olaraq isti hava kütlələrinin Kiçik Asiya ərazisindən Qafqaz regionuna daşınması gözlənilir. Nəticədə orta troposferdəki antisiklonik bloklanma, isti antisiklonik bloklanma nəticəsində Qafqaz regionunda mart ayının 10-undan başlayaraq 17-sinə qədər olan müddət ərzində ilkin ehtimallara əsasən havanın temperaturunun günü-gündən yüksəlməsi gözlənilir. Bu xüsusilə də Böyük Qafqaz rayonlarında və Kiçik Qafqaz rayonlarının dağlıq ərazilərindəki qar ehtiyatının vaxtından əvvəl və sürətli şəkildə əriməsinə səbəb olacaq. Prosesin sonrakı inkişafı nəticəsində isə gözlənilən güclü leysan yağışları nəticəsində yağış sularının əriyən qar sularına qarışması gözlənilir. Bu da çaylarda böyük sel və daşqın hadisələrinə səbəb ola bilər. Yəni qarın sürətlə əriməsi böyük bir təhlükəyə səbəb ola bilər. Xüsusən də Gürcüstan ərazisində bu illəri toplanmış qarın, dağlarda toplanmış qar əvvəlkilərin müqayisədə xeyli çoxdur və bu qarın da qısa müddətə, yəni 6-10 gün ərzində, qısa müddət ərzində əriməsi nəticəsində Kür çayında suyun səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Mart ayının 10-undan 17-sinə qədər olan müddət ərzində Şərqi Avropa ərazisində, Kiçik Asiya ərazisində, Qara dəniz ölkələrində, Aralıq dəniz ölkələrinin şərqində, Cənubi Qafqaz ərazisində, Xəzər Hövzəsi ölkələrində havanın temperaturunun mart ayının çox illik iqlim göstəriciləri ilə müqayisədə 16-20 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Havanın temperaturunun xeyli yüksəlməsi nəticəsində Böyük Qafqaz rayonlarındakı dağlıq ərazilərdəki qarın vaxtından əvvəl əriməsi gözlənilir. Nəticədə xüsusən də Böyük Qafqaz rayonları ərazisinin Gürcüstan ərazisindəki qarın vaxtından əvvəl əriməsi nəticəsində Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında və prosesin sonrakı inkişafı nəticəsində isə Araz çayında da xeyli cürsuzluq gözlənilir. Eyni zamanda Böyük Qafqaz rayonları arasından axan əksər çaylarda, Kiçik Qafqaz rayonları arasından axan çaylarda, Gəncə Qazax arasından axan çaylarda, Naxçıvan arasından axan çaylarda və Cəlilabad, Yardılı, Lerik, Astara arasından axan dağ çaylarında da cürsuzluq gözlənilir. Ümumilikdə isə kanalda əvvəlcədən də bildirdiyimiz kimi cürsuzluğun vaxtından əvvəl başlaması və əvvəlki illərin göstəricilərindən 4-7 dəfə çox olması gözlənilir. Yəni 2025-ci ilin yaz, yay və payız aylarındakı cürsuzluğun Qafqaz regionunda əvvəlki illərlə müqayisədə çoxillik göstəricilərdən 4-7 dəfə çox baş verməsi nəticəsində sel və daşqın hadisələrində xeyli artım gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Mart ayının 10-undan başlayaraq 17 mart tarixinə qədər Şimali Afrikadan çox güclü, yəni mövsüm üçün xarakterik olmayan güclü isti hava kütlələrinin Aralıq dənizindən keçərək rütubətli hava kütlələri ilə qarışaraq Kiçik Asiya ərazisində, prosesin sonrakı inkişafı nəticəsində isə
Qafqaz regionuna, Şimali Qafqaza, Cənubi Qafqaza, Azərbaycan ərazisinə və Xəzər Hövzəsi ölkələrinə daxil olması nəticəsində havanın temperaturunun mart ayının çox illik iqlim normasından 16-20 dərəcəyə qədər, ayrı-ayrı ərazilərdə isə 22-26 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Yəni bu o deməkdir ki, mart ayı üçün xarakterik olmayan bir istiləşmə gözlənilir. Yəni mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində havanın temperaturunun xeyli yüksəlməsi nəticəsində havanın temperaturunun bənzərliyi aprel və may temperaturlarına yaxın olacaq. Bu çox anormal bir yüksəlmə baş verəcək. Nəticədə atmosferdə konvektiv aktivliyin xeyli artması gözlənilir ki, nəticədə bu isti hava şəraitindən sonra hava şəraitinin kəskin dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Yəni bu mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində havanın temperaturunun xeyli yüksəlməsindən sonra, mart ayının 17-sindən sonra, mart ayının sonuna qədər olan müddət ərzində isə Qafqaz regionunda hava şəraitinin kəskin soyuması gözlənilir. Konvektiv aktivliyin anormal dərəcədə güclənməsi nəticəsində əvvəlcə güclü leysan yağışlar gözlənilir, ildırım və şimşək proseslərində artım gözlənilir, dolu proseslərində də artım ehtimalı var. Daha sonra isə dağlıq ərazilərdəki əriyən qarın üzərinə yeni bir qarın yağması gözlənilir. Yəni mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində hava şəraitinin mart ayı üçün xarakterik olmayan bir şəkildə istiləşməsi nəticəsində Böyük Qafqaz rayonları arasında və Kiçik Qafqaz rayonları arasında eyni zamanda Naxçıvanın dağlıq ərazilərindəki qar ehtiyatının xeyli əriməsi gözlənilir, xeyli azalması gözlənilir və vaxtından əvvəl qarın əriməsi nəticəsində çaylarda normadan 4-7 dəfə çox kürsulluq gözlənilir. Bu öz növbəsində Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Araz çayında və Böyük Qafqaz rayonları arasında, Kiçik Qafqaz rayonları arasında akan çaylarda, Gəncə Qazax arasında akan çaylarda və Naxçıvan arasında akan çaylarda da kürsulluğun xeyli artması ilə nəticələnəcək. Yəni bu risk var, bu risk nəzərə alınmalıdır. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində Şimal qütbündəki qütb vorteksinin əvvəlki illərin çoxillik göstəricilərindən fərqli olaraq vaxtından əvvəl güclü və ani şəkildə zəifləməsi, yəni qütb siklonlarının xeyli zəifləməsi və qütb vorteksinin dağılması nəticəsində Şimal qütbündəki toplanmış soyuq hava kütlələrinin 70%-nin Kanada ərazisində və Amerika ərazisində mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində bir neçə soyuq dalğa ilə Kanada ərazisində və Amerika ərazisində daxil olması gözlənilir. Lakin prosesin əks bir təsirləri nəticəsində, yəni Kanada və Şimali Amerika ərazisi soyumağa başlasa da, Avropa və Asiya arasında isə xüsusən də Avrasiya ərazisində, Qaradəniz ölkələrində, Aralıq dənizi ölkələrində, Kiçik Asiya ərazisində, Qafqaz regionunda və Xəzər Hövzəsi ölkələrində isə havanın temperaturunun xeyli yüksəlməsi gözlənilir. Xüsusən də çoxillik göstəricilərdən havanın temperaturunun 16-20 dərəcə, hətta Şimali Qafqazda isə 22-26 dərəcə yüksəlməsi gözlənilir. Bu da mart ayı üçün xarakterik olmayan anormal bir istiləşmə deməkdir. Proses nəticəsində, yəni bu prosesin sonrakı inkişafı nəticəsində mülayim və isti hava dalğasından sonra isə hava şəraitinin kəskin soyuması gözlənilir. Bu da öz növbəsində isti və soyuq cəbhələrinin bir-birlərindən təsirləri nəticəsində qasırğalara səbəb olacaq, konvektiv aktivliyin artması nəticəsində leysan və ildırım dolu proseslərinin kəskin artmasına səbəb olacaq. Eyni zamanda prosesin yəni sonrakı inkişafının nəticəsində mart ayının 17-sindən sonra isə havanın kəskin soyuması öz növbəsində yenidən sulu qar və qarın yağmasına səbəb olacaq ki, nəticədə bu da bir sıra hava ilə əlaqəli olan bir sıra sahələrə mənfi təsir edəcək. Yəni bu risk var, bu risk nəzərə alınmalıdır. Havanın maksimal temperaturu mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində Azərbaycanın mərkəzi aran rayonlarında 22-26 dərəcəyə qədər, ayrı-ayrı ərazilərdə isə 28 dərəcəyə qədər yüksəlməsi ehtimalı var. Bu da mart ayı üçün rekord göstərici hesab oluna bilər. Düzdür, əvvəlki illərdə, 2000-ci illərdə də buna bənzər bir istiləşmə müşahidə edilib, lakin bu dəfəki isti hava dalğasının 6-7 gün, hətta 10 günə qədər davam etməsi gözlənilir ki, bu da mart ayı üçün, mart ayının çoxillik göstəricilərindən xeyli bir anormal bir istiləşmə deməkdir. Bu prosesdə səbəb orta troposferdə, yəni Kiçik Asiya ərazisində, Qaradəniz ölkələrində, Aralıq dənizi ölkələrində, Xəzər Hövzəsi ölkələrində, eyni zamanda Qafqaz regionundakı hava sahəsində orta troposferdə güclü antisiklonik, isti antisiklonik bloklanma gözlənilir. Nəticədə Afrikanın şimalından davamlı olaraq isti hava kütlələrinin Kiçik Asiya arasından Qafqaz regionuna daşınması gözlənilir. Nəticədə orta troposferdəki antisiklonik bloklanma, isti antisiklonik bloklanma nəticəsində Qafqaz regionunda mart ayının 10-dan başlayaraq 17-sinə qədər olan müddət ərzində ilkin ehtimallara əsasən havanın temperaturunun
günü-gündən yüksəlməsi gözlənilir. Bu xüsusilə də Böyük Qafqaz rayonlarında və Kiçik Qafqaz rayonlarının dağlıq ərazilərindəki qar ehtiyatının vaxtından əvvəl və sürətli şəkildə əriməsinə səbəb olacaq. Prosesın sonrakı inkişafı nəticəsində isə gözlənilən güclü leysan yağışları nəticəsində yağış sularının əriyən qar sularına qarışması gözlənilir. Bu da çaylarda böyük sel və daşqın hadisələrinə səbəb ola bilər. Yəni qarın sürətlə əriməsi böyük bir təhlükəyə səbəb ola bilər. Xüsusən də Gürcüstan ərazisində bu illəri toplanmış qarın, dağlarda toplanmış qar əvvəlki illərin müqayisələ xeyli çoxdur və bu qarın da qısa müddətə, yəni 6-10 gün ərzində, qısa müddət ərzində əriməsi nəticəsində Kür çayında suyun səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində Şərqi Avropa ərazisində, Kiçik Asiya ərazisində, Qaradəniz ölkələrində, Aralıq dənizi ölkələrinin şərqində, Cənubi Qafqaz ərazisində, Xəzər hövzəsi ölkələrində havanın temperaturunun mart ayının çoxillik iqlim göstəriciləri ilə müqayisədə 16-20 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Havanın temperaturunun xeyli yüksəlməsi nəticəsində Böyük Qafqaz rayonlarındakı dağlıq ərazidəki qarın vaxtından əvvəl əriməsi gözlənilir. Nəticədə xüsusən də Böyük Qafqaz rayonları ərazisinin Gürcüstan ərazisindəki qarın vaxtından əvvəl əriməsi nəticəsində Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında və prosesin sonrakı inkişafı nəticəsində isə Araz çayında da xeyli cürsulluq gözlənilir. Eyni zamanda Böyük Qafqaz rayonları arasından axan əksər çaylarda, Kiçik Qafqaz rayonları arasından axan çaylarda, Gəncə Qazax arasından axan çaylarda, Naxçıvan arasından axan çaylarda və Cəlilabad, Yardımlı, Lerik, Astara arasından axan dağ çaylarında da cürsulluq gözlənilir. Yəni proses daimi olaraq izlənilir və atmosfer prosesində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq. Bugünlük bu qədər. Sağ olun, salamat qalın.